Deyirlər Zilhiccə ayı çox qəribə bir aydır. Çox qəribə bir aydır. Musa Peyğəmbər Allahla danışmağa Tur dağına gedir. İbrahim Peyğəmbər əlindən tutub oğlu İsmailin Minaya qurbangaha gedir. Deyirlər Peyğəmbər Əlinin əlindən tutub Qədirxuma gedir. Hacılar ehram bağlayıb Kəbəyə gedir. Elə bil get-hacet düşüb bu ayda. Bu ay elə bir aydır ki, Allah dostları gedir sanki. Deyirlər xanım Zəhra bu ay başlayan kimi evindən, nübüvvət evindən çıxır, ata evindən çıxır, evinə, imamət ocağına gedir. Deyirlər bir də karvan var, o da gedir. O da Hüseyin ibn Əlinin karvanıdır ki, Məkkədən çıxır, Zilhiccə ayında üzü Kərbəlaya gedir.